Salam dəyərli izləyicilərimiz. Bugün günümüzün əfsuslar olsun ki, ən böyük problemlərdən biri olan öz başına dərman qəbulu, onların verdiyi təhlükə və yaratdığı fəsadlar haqqında danışmaq istəyirəm. Bir çox hallarda biz elə bir duruma düşürük ki, bəzən özümüz istəyərək, bəzən də istəməyərək kimlərinsə bizə dərman təyinatı ilə üzbəüz qalırıq və əfsuslar olsun ki, bu dərman təyinatını verən insanlar qeyri-tibb sahəsində olan insanlardır, bəzən də heç həkim deyirlər. Bu cür insanlarımızın bizə verdiyi dərmanlar təbii ki, problemlər yaradır. Ən böyük təhlükələrdən biri antibiotiklərin qeyri-rasional qəbuludur. Çünki hər qızdırma zamanı, hər öskürək zamanı, hər iki insandan birinin mütləq şəkildə aptekə müraciət edib, bəzən də ən ağır formada inyeksiyon halda olan antibiotiklərini alıb özlərinə bunları vurdurduqlarını görürük və nəticə etibarilə də sağalmırlar, daha da ağırlaşırlar. Çünki bir çox qızdırmaların, bir çox öskürəyin, tənəffüs yolu xəstəliklərinin səbəbkarı viruslar olur. Burada antibiotik təyinatı əks göstərişdir. Nə kimi problemlər yarada bilir? Antibiotikə qarşı bir davamlılıq, yəni dünya tibbinin qlobal problemlərindən olan antibiotik rezistentliyi artıq burada yaranmış olur və nə zamansa ağır bir xəstəliklə üzbəüz qalırıqsa, artıq qan zəhərlənməsi dediyimiz septiki bir durumlarda, yəni sepsisdə artıq antibiotiklər bizə kömək etməmiş olurlar və nəticədə bundan insanlar həyatını itirirlər, əfsuslar olsun ki. İkinci böyük bir problem ağrıkəsicilərin qeyri-rasional qəbuludur. Birinin başı ağrıyır, düşünün ki, yanında olan bir insan dərhal yanında olan hər hansı bir ağrıkəsicinin verməsi ilə durumu qurtarmaq istəyir, səbəb araşdırılmır. Nəticə etibarilə də günlərlə ağrıkəsicilərin qəbulu olur. Paracetamol, ibuprofen, diklofenak, nimisil kimi dərmanları hər birimiz tanıyırıq. Bir çox insanlar qəbul edir, amma bir çox inkişaf etmiş ölkələrdə bunların bəziləri qadağan olunub. Çünki qaraciyər üzərindən mənfi təsirləri var, toksik hepatit yaradırlar, mədə-bağırsaq qanaxmalarına gətirib çıxarırlar. Bundan əlavə ürək-damar sisteminə çox mənfi təsir göstərirlər bunların uzun müddətli qəbulu və səbəbsiz təbii ki, istifadəsi. Təbii ki, ağrıkəsici qəbul etdikdə müəyyən dərəcədə ağrımız azalır, amma bu səbəbin aradan qalxmasına gətirib çıxarmır. Baş ağrıların bir çox hallarda səbəbi yüksək təzyiq ola bilir, beyin daxili şişlər olur, beyin daxili damarların müəyyən bir malformasiyalar ola bilir ki, anevrizmatik durumlardır və bunlar ağrıkəsiciliklə üstələnəndə, belə deyərdim, ağrıkəsici effekt olur. Müəyyən dərəcədə insan özünü yaxşı hiss edir, sonradan qəfləti ölümlərə qədər gətirib çıxara bilən durumlardır. Üçüncü bir dərman qrupu dırnaq arasında immuniteti gücləndirən dərmanlardır. Bugünkü gündə nədənsə bir trend alıb, insanlarımız bəzən də apteklərdən 4-5 adda immunitet gücləndirici dərmanlar qəbul edirlər, amma bunların bir çoxsunun elmi sübutu yoxdur və bir çoxsunun tərkibi sadəcə bitki ekstraktlarından ibarət bir yığımdır, amma bunlar bizə mənfi təsir göstərə bilirlər. Orqanizmdə immun sistemini gücləndirmək əvəzinə hiperreaktivlik reaksiyası yaradaraq allergik reaksiyalara, hormon disbalansına gətirib çıxarırlar və nəticədə bu durumlarda qaş düzəltdiyimiz yerdə vurub göz çıxartmış oluruq. Və ən əsası bəzən də biz müəyyən dərəcədə dərmanların qəbulundan əlavə bitki mənşəli dərmanların bitkidir deyib, tam zərərsizdir deyə düşüncəsiz şəkildə qəbul edirik. Bir çox bitki mənşəli dərmanlar da təbii ki, orqanizmə ziyanlı ola bilir. Bitkidirsə ziyansız deyə bir şey yoxdur. Bəzi bitkilər qanı laxtalandıra bilir, məsələn, gizgan, eyni zamanda təzyiqi artıra bilir, ürək-damar xəstəliklərində əks göstəriş ola bilir. Yəni, bu bitki dərmanlarının hər birinin hər bir durumlarda effektiv olacağı deyə bir şey yoxdur. Bir çox hallarda onda görürük ki, müəyyən bir böyrək daşları varsa, bəli, bitkilər burada kömək edir, amma əgər ultrasəs müayinəsi olmadan biz sidik axarındakı daşın ölçüsünü bilmədən bitki mənşəli hər hansı bir, belə deyərdim ki, daş ərici dərmanı verməkdə çəkinməliyik. Çünki o daşın diametri böyük olarsa, ciddi şəkildə sidik axarında bir deşilmələrə, cırılmalara gətirib çıxara bilər ki, bu da artıq cərrahi müdaxilə gərəkdirən bir durumlardır. Bu yüzdən dostlarım, mütləq şəkildə diqqət edin. Hər bir dərman qida deyil. Bu dərmanlar düzgün diaqnoz olmadan hər hansı bir həkimin individual pasiyentin orqanizminin bilmədən yaşının, cinsinin, yanaşı xəstəliklərinin vahidliyini və varlığını nəzərə alıb yazmadan istifadəsi əks göstərişdir.